Sabir İslamxanlı 9-cu otağın qonağıyam. Salam Sabir müəllim. Təşəkkür edirəm. Sağ olun. Mən əvvəlcə qeyd edeyim, siz özünüz qeyd eləmədiniz. Bunu tamaşaçılarımız da bilir. Sadəcə olaraq qeyd eləmək istəyirəm. Siz xalq şairisiniz. Bəli. Təşəkkür edirəm ki, bizim dəvətimizi qəbul elədiniz, gəldiniz. Düzdür, hərçənd ki, biz sizin yanınıza gəldik. Necəsiz Sabir müəllim? Yaxşıyam, şükür. Hər şey qaydasındadır. Bu hər kəsə deyilən cavabdır. Bəs əgər sözün əsl və həqiqi mənasında desək, doğrudan necəsiz? Necəliyimiz tək özümüzdən asılı deyil, tək özümüzdən asılı olsa biraz daha sadə cavab vermək olardı. İnsan bir cəmiyyətdə yaşayır. Cəmiyyət dünyanın bir parçasıdır. Ona görə də yəni müəyyən bir ömür keçmiş, təcrübə toplamış və həmişə də hadisələrin cür axarında, cəmiyyətin ortasında olmuş adamlar necəlik sualına cavab verəndə hökmən ətrafında baş verən hadisələri, öz millətinin taleyini, öz dövlətinin keçdiyi yolu və taleyi, eyni zamanda dünyada baş verən hadisələr düşünür. O baxımdan belə mütəqəlqəl belə bir söz var. Qatma qarışıq duyğular içindəyik. Bir tərəfdən sevinirsən ki, öz müəyyən idealların, arzuların vardı gənclikdən, içində böyütdüyün, yaşatdığın, onların bir çoxu həyata keçib, yarımçıq da olsa. Məsələn, mən Azərbaycanın uşaq vaxtından o cür tərbiyə almışıq, sərhəddə böyümüşük, Azərbaycanın bölünmüşlüyünü bilirik. Yəni, o şuur içimizə hopub, ona görə müstəqil olmadığımızı bilmişik. Və müstəqil dövlətin qurulması bizim həyatımızın və həm də sən onun üstündə o yolda mübarizə aparmışsan, o yolda olmuşsan. Ona görə müstəqil dövlət bu özü bir xoşbəxtlikdir. 18 oktyabr 1991-ci ildə bizim şəklimiz var, əllərimiz Milli Məclisdə müstəqillik aktını qəbul edəndə. Həmin gün yazmışdım ki, bu gün mənim ömrümün ən xoşbəxt günüdür. Yaxud meydan hadisələri, mən 18 gün o meydanı idarə eləmişdim. Orada həmin hadisələr haqqında yazmışdım ki, mənə elə gəlir ki, mənim bütün ömrüm meydana doğru gələn yolmuş. Amma o da keçdi, sonra müstəqilliyi də qazandıq. Sonra ən böyük ağrımız Qarabağ məsələsi idi. Qarabağı da azad elədik. Bu gün bütün bunlardan sonra bir daha qayıdırsan öz şəxsi taleyin haqqında düşünəndə, mən bir şair olduğum, bir yazıcı olduğuma görə sevinirəm ki, hələ qələm işləyir. Bilirsiniz də, yəni yazı pozu işi bəlkə əvvəlki sürətlə olmasa da, amma hələ davam edir. Dünyanın böyük yazıçılarından biri Hemingway, bilirsən də, ömrünün sonunda psixoloji cəhətdən belə sarsıntılar keçirirdi, yaddaşı itirdi falan. Onda hiss elədi ki, sonra intihar elədi. Yəni, yaza bilməyəndə intihar elədi. Yaza bilməmək əslində yazısı üçün bəlkə də intihardır. Ona görə də necəliyim o cəhətdən, ona görə dedim, yaşayam. Amma təbii ki, dünyada baş verən hadisələr, özü, türk dövlətlərinə qarşı olan xəyanətkar siyasətlər, münasibətlər, ümumiyyətlə İslam aləminə, şərqə, dünyanın münasibəti, bu çox narahatçılıq doğurur. Bu gün Moskvada çıxan Literaturna qəzetədə bir yazı oxudum, başlığını oxudum, içərisini oxumadım ki, 1945-ci ildə biz də böyük qurbanlar vermişdik o müharibədə. Dünya elə bilirdi ki, faşizmin sonudur bu. Amma faşizm qurtarmayıb bu gün əslində. Faşizm davam edir. Adı başqa cürdür, amma terror təşkilatlarının hamısının faşizmlə nə fərqi var ki? Türkiyəyə qarşı indi o terror təşkilatı özünü buraxmış, elan edib, amma bir meydandan başqa meydana çevrilir. Bəlkə silahı qoyub, başqa silahlar götürürlər. Belə şeylər var. Yaxud, ümumiyyətlə, gedən siyasət mürəkkəbdir və adamı vəziyyətdən narahat edir. Çünki bu siyasətin ortasında hədəflərindən biri dünya yaranandan bu gedən siyasətlərin, müharibələrin filan hədəflərindən biri Türkün varlığıdır. Türkün böyüklüyünü dərk eləyən, onun gücünü dərk eləyən dünya gücləri
daimi müxtəlif adlar altında həmişə bizi hədəf seçiblər. Məsələn, 200 ildən artıq davam edən səlib yürüşləri vardı ki, Fransadan baş qaldırıb gəlirdi Qüdsə doğru, hətta uşaqlar da gətirdilər. Onun qarşısını kəsən Anadoluda türklər olub. Və bu gün də Fransa Türkiyəyə qarşıdır və bizə qarşıdır. Səlib müharibəsi dayanmayıb ki, yəni müəyyən şəkildə şəklini dəyişib. Bunlar hamısı narahatçılıq doğurur. Yəni bu demək deyil ki, mən dünyanın taleyini həll edirəm və bunlarla bunu deməklə dinləyicilərimizə demək istəyirəm. Mən gecə-gündüz dünyanın gələcəyi ilə bağlı düşünürəm. Yox, yəni elə deyil. Amma normal insanların hamısı bundan kənarda ola bilməz ki, sən bu dünyanın bu atmosferdəsən. Təkcə buranı yox, yerin də taleyini düşünürsən, bəzən azon deşiklərini də düşünürsən və oksigenin azaldığını, oksigenin və suyun azaldığını da düşünürsən və insanın da gələcəyini düşünürsən. Çünki biz insanıq və insanlığın bir parçasıyıq. Samir, Türkün kökünü həmişə niyə kəsmək istəyiblər? Dedim, gücünü və bəlkə də düzgünlüyü. Türklər ümumiyyətlə tanrıçı olublar da, tanrıçı olublar. Səhər sabah gün çıxanda dururdular, günəşə salam verirdilər və bununla yollarını gedirdilər, işlərini görürdülər. Çox sadə idi, amma bir həqiqət var idi, bir düzgünlük var idi. Təəssüf ki, dinlərin sayı artdıqca insanlığın faciəsi də böyüyüb. Niyə görə onu deyə bilmərəm, bu ciddi bir məsələdir. Çox sadə, tanrıçı idilər və hər şey. Böyük konstitusiyalar, böyük qanunlar. İndi dünya dövlətləri qanun dalınca qanun, qanunlar yarandıqca qanun pozuntuları artır, qanunların sayı artdıqca insanın dərdi artır. Ondan sonra yəni bu nizam gətirir, amma qanunlar üst-üstə qalanır və insanın problemləri də üst-üstə qalanır, təəssüf ki. Amma çox sadə idi, törələr vardı, o törələrlə insanlar çox asanca başa düşürdülər ki, başqasına zülm eləmək olmaz, başqasının malına göz dikmək olmaz. Ondan sonra göy tanrını unutmaq olmaz. Sonra quşu, ağacı, gülü, çiçəyi incitmək olmaz, məhv eləmək olmaz və s. yaşayırdılar. Başqasının malına göz dikənin, yəni o da ədaləti pozulanın ona uyğun ədaləti pozduğu səviyyədə də cəzası verilirdi. Belə idi. Bəlkə buna görə, bəlkə də Avrasiya deyilən bütün məkan onundur, ona görə və bəlkə də bir çox şeylər indi araşdırdıqca bir çox alimlər yazıblar ki, Türkün tarixi qədər şərəfli bir tarix təsəvvür eləmək mümkün deyil. Biz bir hissəsini bilirik, çünki bu tarixin üstünə həmişə pərdə çəkməyə çalışırlar. İndi Avropa pərdəsi, nə bilim, müxtəlif ərəb pərdəsi, fars pərdəsi. Bunlar həmişə bunu pərdələməyə çalışırlar. Amma həqiqət üzə çıxdıqca bu millətin nə qədər dözümlü və qədim və dözümlü olduğu həmişə görünür. Avropalaşsaq yaxşıdır, yoxsa türkləşsək yaxşıdır? Özümüz olsaq. Avropalaşmaq nə deməkdir? Avropalaşmaq sadəcə olaraq Qərb mədəniyyəti deyək. Qərb 500 il bundan əvvəl deyək ki, bununla mən təsəlli kimi demirəm bunu. Qərb 500 il bundan əvvəl inkvizasiya dövrü yaşayırdı və insanlar ən xırda səhvlərinə görə, ən xırda bir azadlıq və öz fikrini sərbəst ifadə elədiklərinə görə çarmıxa çəkilirdilər, asılırdılar, daşqalaq edilirdilər. Yaxud bizim böyük mədəniyyətlər olanda onlar hələ hamam nədir onu bilmirdilər. Plan nədir, bunu indi hamı bilir. Qərb müəyyən intibahlar, yəni müəyyən dində müəyyən şeylər, reformalar elədilər. Sonra cəmiyyətin idarəçiliyi üçün müəyyən və hər halda müəyyən qanunlar yarandı dövlətçilikdə və onun hesabına gəldi inkişaf edir. Onların bəziləri şərqdən getməkdir. Şərqdən getməkdir və
bir nizam yaratdılar. Ona görə də bu gün yoxsa Qərbin elə belə buynuzu yoxdur. Qərbdə sadəcə insanlardır, sadəcə cəmiyyət qanunla idarə olunur. Qanun pozulmur. Amma bizdə bəzən dünyanın başqa yerlərində bəzən qanun pozuntusuna da təzə qanun tətbiq edilir. Kör-körana şərqin deməli şərqi müdafiə etmək istəmirəm. Sadəcə olaraq şərq müdrikliyini başa düşürəm. Çünki dünyada mövcud olan bir çox deməli elmi və mədəniyyət xəttlərinin kökü şərqdədir. Bu inkar olunmazdır. Təbabətin, riyaziyyatın, astronomiyanın və s. bunu hamı bilir. Amma sonra biz onu inkişaf elətdirə bilməmişik. Niyə? Bu niyəsi ciddi sualdır və bunun mən şəxsən cavabını bilirəm, özüm üçün bilirəm. Amma ona cavab vermək istəmirəm. Onun müəyyən fəsadları var, istəmirəm onunla bağlı danışım. Dinlər dünyada nizam yaratmaq üçün yaranıb. Amma hərdən düşünürəm, bu dinlər olmasa, bir neçə böyük din var da, bu dinlər olmasa dünyada görəsən bu qədər qan tökülərdi. Din savaşları nə qədər olub? Din savaşları, məzhəb savaşları və bu gün də bu məzhəb ayrılıqları insanların bir araya gəlməsinə imkan vermir. Mən Tanrısına inanan, ondan sonra Haqqa da inanan, tapınan bir adamam. Amma eyni zamanda bu bölücülük, o məzhəbləndir, o dinləndir. İnsanların arasında bu boyda uçurumlar, keçilməz səddlər yaratmaq, uçurumlar yaratmaq nə verir? Cəmiyyətə, dünyaya nə verib? Sonda bir yerə gəlib çata bildiyimi, nə bilim 125 min, 124 min peyğəmbərdir, 124 min peyğəmbərin əgər gətirdiyi bu nöqtədirsə, deməli onların heç bir iş görməyib. Yaxud onların elədiyi işin bir nəticəsi olmayıb. Təbii ki, gözəl duyğu ilə eləyiblər. Təbii ki, peyğəmbərlər uca insanlardır. Təbii ki, insanı seviblər. Dünyada yəni ilahidən gəlmə bir vəhlə söz deyiblər. Amma bu söz təəssüf ki, sözün gətirdiyi yer bu gün o qədər də belə ürək açan deyil. Bu gün yenə xristianlıq özü içində parçalanmış, xristianlıqla İslam üz-üzə və bunlar hamısı məncə bəlkə elə bir nöqtə lazımdır ki, bəlkə dünyada elə bir ağıl lazım, güc iradə lazımdır ki, bu dinlər əgər təxminən bir nöqtədən çıxıbsa, yenə onları bir nöqtəyə bağlamaq və onları müəyyən bir nizam içində insanlığı bu cəbhələşməkdən, ayrılmaqdan xilas eləmək. Bunun yolu tapılmalıdır bəlkə. Demək istəyirəm ki, bu gün Azərbaycan poeziyası hansı halını yaşayır? Çünki qeyd edildiniz ki, bəzən olur ki, sözlə nəyisə izah eləmək olmur. Poeziya isə, ədəbiyyat isə bir hadisədir. Cəmiyyətin görünən güzgüsüdürmü deyək, əks etdirən simvoludurmu deyək. Amma hansı haldadır bu dəqiqə? Poeziya hansı haldadır demək çox çətindir. Mən bizim gözəl şairimiz Xəlil Rziya deyirdim. Allah rəhmət eləsin. Onda mən nazir işləyirdim, biraz az çıxırdım cəmiyyətə. Öyle sonra da biraz o qədər yəni yükləndim həmişə, biraz əlaqələrim azaldı. Gəlirdim mənim yanıma tez-tez, deyirdim ki, ədəbi mühitdə nə var? Deyirdi, axşam nə yazmısan? Yəni, sən nə yazmısansa, ədəbi mühitdə o var. Yəni, poeziya hər bir kəsin, ayrı-ayrı insanların yaradıcılığıdır. Ona görə də ümumi bir qiymət vermək çətindir. Bulaqlar qaynayır, sular axır, bunlar birləşəcək, bəlkə bir çaya çevriləcək nə vaxtsa, yoxsa ayrıca hər kəsin yaradıcılığı bir müstəqil xəttə çevriləcək. Bunu demək çətindir. Amma məncə ümumi şəkildə müsbət bir proses gedir. Müsbət. Mən Qarabağ savaşı bitəndən sonra ondan əvvəl Bir əlin azadlığı adlı bir poema yazmışdım. Bir əlin azadlığı Cənubi Azərbaycanda, İranda bir milli fəal asılır, əlləri bağlı, nə bilim, dar ağacının altında. Amma bircə əli belə azadlıqdır. Bir əli ilə dostlarına işarə edir orada. Bir əlin azadlığı da böyük şeydir falan. Bir əlin azadlığı belə bir yazı yazmışdım. Həyatın verdiyi mövzulardır. Sonra hardasa savaş 20-ci ildən əvvəl bir il 2019-cu ildə bir poema yazmışdım ki, savaş bitməyib hələ.
Çoxlarına elə gəlirdi ki, bitdi müharibə, torpaqlar da gedir. O mənim içimdə bir ram vardı. Heç nəyə tələsməyin, heç nədən narahat olmayın, savaş hələ bitməyib. Sonra 20-ci ilin 44 günlük savaşdan sonra oturup 2 gündə Qarabağa dönüş adlı bir poema yazdım. Bu nə deməkdir? Bu o deməkdir ki, həyatla poeziya mənim kimi adamlar üçün, bəlkə başqa cür düşünənlər də var, və yaxud poeziyanı ictimai həyatdan tam təcrid edib, ancaq öz ruh dünyası ilə bağlayanlar var. Amma bizim ruh dünyamız da həyatdan ayrı deyil. Elə bir cəmi, bəlkə onda tərki dünya gedib bir mağarada yaşayasan, dünyadan bir xəbər, ancaq öz içindən gələn şeylər hissləri yazasan. Amma əgər həyatda yaşayırsan, həyatın təsiri var. Ona görə də bizim bugünkü poeziyamız bugünkü günümüzlə çox bağlıdır. Bağlıdır, yaxşı tərəflərini də yazır, pis tərəflərini də yazır. Yəni romantik tərəfi də var poeziyamızın, lirik iç dünyasının çox təsvirləri də var. Sonra ənənəvi şeir formalarından qopmaq, bugünkü həyatın sərbəstliyinə söykənən sərbəst düşüncə tərzi də var. Amma deyək ki, eyni zamanda bugünkü Azərbaycan dövlətinin, Azərbaycan xalqının ümumi durumu və əhval-ruhiyyəsinə köklənən yazılar da var. Məsələn, təəssüf ki, biz vaxtikən Azərbaycanın bölünmüşdüyü Güney Azərbaycan şeirimizin ən əsas mövzularından biri idi. Bugün o yoxdur. Biraz keçib arxa plana. Çünki sanki hər şey həll olunub, münasibətlər, əlaqələr var filan. Vaxtikən bir məktub buradan Təbrizə danışmaq üçün Moskva, Tokyo, Japoniyadan zəng vururdu. İndi biraz fərqlidir. Əl telefonları hər şeyi asanlaşdırıb. Bu mövzu sıradan çıxıb, amma bunun əvəzinə yerinə Azərbaycanın bir millət kimi deyək ki, özünü dərki, öz gücünə inamı, gələcəklə bağlı deməli çox nikbin düşüncələri, bunlar gəlir poeziyaya, gəlir və gələcək. Bir də dil sarıdan təbii ki, Azərbaycan dilinin, Azərbaycan poeziyasının dili getdikcə həm xalq dilinə, həm folklor dilinə, həm də yəni rəsmi protokol dilindən, ümumi ədəbi dilin şeylərindən, o çərçivələrindən yavaş-yavaş çıxıb daha çox xalq dilinə yaxınlaşır. Bunlar poeziyada gedən proseslərdir. Savən, bəs bu ədəbiyyat cəmiyyətə rəhbərlik eləyir, yoxsa onu özündə əksər etdirməyir? Ədəbiyyat əslində hakimdir. Ədəbiyyat nə ittiham eləyir, nədir, nə rəhbərlik edir ədəbiyyata, cəmiyyətə, nə də cəmiyyətin diktəsi ilə oturub durur. Ədəbiyyat kənarda, yəni cəmiyyətdən kənarda deyil, cəmiyyətin içində, amma müstəqil bir şəkildə o cəmiyyətdə gedən proseslərə qiymət verir. Bəzisini ittiham eləyir, bəzisinə haqq qazandırır, bəzisində ittiham eləyir. Ona görə ədəbiyyat hakimdir. Cəmiyyətin hakimidir, gedən proseslərin hakimidir. Ədəbiyyat hakimlərin də hakimidir. Bugünkü deyək ki, məhkəmə sistemi var. Bunlar elə bilirlər, hər şeyin üstündədirlər, hökmü bunlar verir. Onların üstündə də bir hakim var, o da ədəbiyyatdır. O gedən proseslərin ən doğru qiymətini verir və ən düzgün hökmləri də o çıxardır. Bir zaman keçəndən sonra bunlar hamısı üzə çıxır, aydın olur. Hamısı tarixdə qalır. Tarixdə də qalır, həyat onu davam elətdirir. Özünüzdə, sözünüzdə, əqidənizdə həmişə vətənə olan sevgini hiss elətdirmişsiniz. Türklüyümüz ki, bu barədə danışdınız, millətimiz. Amma bir şey qeyd etmək istəyirəm ki, hər il milyonlarla insan yaşadığı öz ölkəsini tərk edir. Bu bütün dünyada var. Və onların qoyub getdikləri, axtardıqları şeylər də eynidir. Hamı xatirələrini qoyur, xoşbəxtliyin axtarışına gedir. Sadəcə olaraq bugün vətənimizin bəzi rəngli düşünən gəncləri ölkəsini tərk edir. Sağlam düşüncəli insanlar da olur bunların arasında. Qalanlar xəstə düşüncəlidir. Yox. Deyirəm, yəni sağlam düşüncəli insanlar da olur bunların arasında. Bəs geriyə qalanlar kimi nümunə götürəcəklər? Bu vətən, bu millət, bu torpaq kimə qalacaq? Bu vətən, bu millət, bu millətin əsl övladlarına, onu sevənlərə qalacaq. Nə vətən boşalmayacaq, nə torpaq boşalmayacaq. Ona görə o işlərə mən belə bədbin baxmıram. O cavanların bir hissəsi gedir, yüksək təhsil alır, əgər gəncdirsə
təhsil alır, öz həyatının müəyyən arzuları çərçivəsində özünə bir yaşamaq mənbələri tapır. Ondan sonra bir hissəsi qayıdır vətənə. Bir hissəsi vətənə qayıdır, bir hissəsi vətəndə olanlara yardım eləyir. Miqrasiya, köç bu gün dünyada normal qəbul olunan bir şeydir. Dünya yuvarlaqdır və fırlayır adamları bir şeydə, bir xəlbirdə eləyir. İndi bir zamanlar vərdiş Avropanın vərdişidir. Yəni türklərin dünyaları böyük olduğuna görə və bu dünyanın içərisində daimi hərəkətdə olduqlarına görə onları köçəri deyirlər. Amma bunun köçü dağdan arana, arandan dağa, ya bir məmləkətinin bir ucundan o bir ucuna bu böyük köç deyil. Bu gün əsas köç eləyənlər elə Avropalılardır. Ən böyük miqrant dalğaları Avropadır. Dünyaya məsələn texnologiya güya aparır. Müəyyən hansı ölkədə böyük sərvətlər var, neft yataqları var, qaz yataqları var. Ondan sonra təbii ehtiyatlar var. Bütün Avropa, Amerika axın eləyir ora. Güya texnologiya gətirir, investisiya gətirir. Bu köç deyil, köçdür. Və son dərəcə deyək ki, nəticəsi və köç sorub aparır. Sorub aparır. Ona görə də sorulan ölkələrin, vəsaiti əlindən çıxan ölkələrin gəncləri də məcbur olur sanki o gedən sərvətlərinin dalınca gedirlər orada təhsil almağa, orada yaşamağa. Və bir neçə yüzil ərzində təbii ki, daha yaxşı həyat şəraiti qurmuş ölkələr var, cazibədar ölkələr var. Gedirlər. Mən bilmirəm, mən bu suala cavab verməkdə biraz çətinlik çəkirəm. Mən bilirəm ki, əlbəttə kəndləri boşalan kəndləri görürəm. Mən daxilimizdəki köçdən daha çox narahatam. Kəndlərdən hamı şəhərə axır. Avropaya indi müəyyən miqdarda adam gedir, onların çoxu oxuyub qayıdır. Mən xarici ölkələrdə özünü tam xoşbəxt hiss edən az adam görmüşəm, az yerlilərimizi nəzərdə tuturam. Hara gedir getsin, nə qədər sərvəti olur olsun, onun ürəyini birt eləyəmiş Azərbaycana bağlıdır. Çoxu da onu düşünür, qazanmışam, qayıdacağam, öz yurdumda ev tikəcəm, orada xoşbəxt olacağım filan. Sonra ona heç ömür də çatmır. Ona görə mürəkkəb bir prosesdir. Amma insan da xoşbəxt olduğu yerdən getmir axı. Bəs əsl xoşbəxtlik? Xoşbəxtlik əvvəla bir nisbi anlayışdır bu heç. İndi bilirsən, mən savaş içində olan bir ölkənin vaxtı ikən gəncinin, insanının o ağır vaxtda ölkəsini qoyub getməsini doğru hesab eləmirəm. Biraz da bunu yəni fərarlıq hesab edirəm, meydandan qaçmaq hesab edirəm. O ayrı şey, günahları var, gedirlər, vəzifədə olublar, səhvlər eləyiblər, qaçırlar filan. Düşüncə fərqi var, ola bilsin, deyək ki, dövlətin, hökumətin idarə olması ilə razılaşmır, gedir. Ondan sonra, nə bilim, ağır illərdir, ailəsini dolandırmaq ehtiyac var, gedir. Amma mən özümü həmişə boz sərçə hesab eləmişəm. Yəni, köçəri quşlardan deyiləm də, mənim şeirim var, mən qürbət adam deyiləm, bəylər. Mən 5 gün, 10 gün gedərəm, gəzərəm, amma mənim o kəndlərimizdəki balaca evlərin çatlarında, çardaqların altında sərçələr qalırdı, qaranquşlar, durnalar gəlib gedirdilər. Mən psixoloji olaraq həmişə özümü o boz sərçələrlə, o yuvalara, o yurtlara bağlı olan sərçələrlə müqayisə eləmişəm. Cəbiş müəllim filmində bir epizod var. Cəbiş müəllim deyir ki, yoldaşına, onlar böyüyüb bilsələr ki, ataları fırıldaqçı olub, utanclarından yerə girərlər. Yoldaşı isə cavabında deyir, mən də bilsəm ki, onlar böyüyüb sənin kimi acı olub, onda da mən utancımdan yerə girərəm. Burada ata-ananın heç bir şey yoxdur, günahı yoxdur.
Yəni əlbəttə övladlar öz atalarının günahlarının cəzasını çəkirlər. Halbuki çəkməli deyil. Hərə öz taleyini yaşayır. Psixoloji cəhətdən çəkə bilər, amma ondan ötürü hüquqi cəhətdən məsuliyyət daşımır. Mən hesab edirəm ki, Az olub fırıldaqçı olmaq. yox, mən hesab edirəm ki, yəni aclığın, kasıbçılığın, yoxsulluğun, sonra əziyyətli həyat keçirmənin bir cavabı, bir sonu var və bir gün bundan xilas olmaq imkanı var. Amma ömrün əvvəlində fırıldaqçı olub, əyri yollar getmək və övladına bunu öyrətmək, bunun nəticəsi yox, bunun sonu yoxdur. O günahın altından çıxmaq olmaz. Biz kəndlərdən gəlmişik, amma atalarımızın deməli bizi əziyyətlə, amma halallıqla böyütməsi ilə qürur duymuşuq ömrümüz boyu. Birdən düşünürəm, ilahi birdən tam tərsinə olaydı. Bir tamam ayrı bir cür ailədə. Onda mən bugün millətimin və xalqımın üzünə necə çıxardım? Mən kasıb və böyük bir ailəni zəhməti ilə böyütmüş bir atanın, bir ananın övladı olmağımdan həmişə qürur duymuşam. Nə deyim? Əlbəttə istəyərdik zəngin olsunlar, varlı olsunlar, əziyyət çəkməyək. Mən universitetin 1-ci kursunu qurtarmışam, ancaq bir köynəklə gəlmişəm, ancaq qışda təqaüd alandan sonra gedişmişlər. Özümə bir pencək almışam, 1-ci kursa isə pencəkdən başqa, hətta bir deyək ki, plaş, dəm, kurt, belə zat. O da olmayıb. Amma heç onu hiss eləməmişəm. Bəs əsl zənginlik nədir? Məncə, daxili zənginlik hamısının əvəzidir. İnsan öz zənginliyin özü içində hiss edir. Daha maddi zənginlik ağıllı adamlara mane olmur, ağılsız adamları məhv edir. Ona görə yaxşı olar ki, o ağılla maddi imkanlar birləşsin. Zənginlik dediyimiz içimizdəkində sevgi var, ailə dəyərləri var, qardaş var, bacı var və s. və s. mərhələlər. Həm də imkan var. Yəni, ağlı olan öz həyatının, yəni bu insan ağıl deyilən bir su kimidir, axır və özünə hər yerdə yol tapmağa çalışır. Yol tapır. Yol tapmayanda mən yol gölə dönür falan deyir. Yəni, sən yaşayırsan bu cəmiyyətdə özünə yol tapmalısan. Yəni, mən özümdən misal gətirmək istəmirəm, çox misal gətirmək istəmirəm. Amma universitetdə işləyirdim, bilirdim ki, imkan yoxdur. Axşamlar gedib qarolçu işləyirdim. Sonra gedib günün yarısını Azər Kitabın kitab bazasında o vaxt quruz çıxdı, kitab daşıyırdım. Yəni, mən belə bir şeydə yaşamağın yolunu axtarıb tapırdıq. Amma heç vaxt bu oğurluq, əyirlik, kiminsə cibinə girmək, kiminsə haqqına şərik olmaq mənasında olmayıb. Ona görə bilmirəm, indi hamıya mən bir düstur verə bilmərəm ki, siz mənim kimi yaşamalısınız. O bizim uşaqlıqdan onu öyrəşmişdi. Hər kəs o şərtlərə tab gətirə bilməz. Amma belə olmuşuq. Yəni, mənim özümün bir həyat şərtim var. Bəlkə də bizə indiki vaxtda bir də görürsən ki, mətbuatda da biraz üzdə olan adamlara bu filan maşında gəzir, bunun evi belədir, şəklini çəkir, eləyirlər. Mən özümə aid eləmirəm bunu. Amma heç bir fikirləşmir, araşdırmır, bu hansı yolla gəlib, nəyin hesabına bunu qazanıb, oğurluqla, yoxsa zəhməti ilə. Kim zəhməti ilə qazanıbsa halaldır. Amma kim başqa yolla qazanıbsa onun cəzası, onun şeyi ayrıdır, qiyməti ayrıdır. Siz tələbəlik illərində, yəni universitet illərində həmin o bir köynəklə ən dibdən müəyyən bir yerə qədər gəlib çatmısınız öz şəxsi hesab olanınızda. Həm də bir şair olaraq, yaradıcı insan olaraq müəyyən zaman insanın hansısa maddi çətinliyi olanda, bəzən dövlət, bəzən millət dərdi, gündəlik problemlər və paraleldə oturub
dəftərə şeir yazmaq, öz hisslərini ifadə etmək, müəyyən gənc oğlanın problemləri ki, həmin problemlərdə insan bəzən öz içində qarşılaşdığı bir adam olur, tək olanda. O adam kimdir? O adam, əgər sən qarşında bir məqsədin varsa, sən özün-özünə hesabat verirsən. Qarşındakı adam sən özünsən, sən hara hədəflənmirsən, hara, nə istəyirsən. Ona görə o şey, belə deyim də, mən Kiriyə yaşayırdım ədəbiyyat qəzetində və elə həmin o kasıb illərdən deyim də, sabahki günə mən bir yazı yazmalıydım. Yazı yazmalıydım, böyük bir yazıydı. Gecə yağış başladı və bütün otağın hər tərəfinə yağış yağır. Qab yoxdur, altına qoymağı falan. Bir qapıdan girəcəkdə mətbəx kimi bir yer vardı, bir dənə dəmir çarpayı vardı. Mən dəmir çarpayının üstündə oturdum, bir gecədə 34 səhifə yazı yazdım. İndi bax, rahat otaqdır, bura düzdür. 5-6 səhifədən, 4-5 səhifədən sonra artıq yorulursan. O hədəf, çünki onda mənim bir, deyək ki, içimdə bir şey var ki, mən düşündüklərimi çatdırmalıyam. Bəzən gündə 2-3 şeir yazırdım, yol gedə-gedə. Bir dəfə oturub bir dostumu gözləyirdim, haradasa Koroğlu metrosunun yanında. Oturub gözləyirdim. 5-6 dənə bir gündə, deyək ki, qoşma yazmışdım. O ilham, o gələcəyə yönəlmək, öz sözünü çatdırmaq istəyi, özünü millətin, birinci kitabın adı tanımaq istəsən, yəni sən məni tanımaq istəyirsənsə bunu oxu. Uzaq kəndlərdən gəlib özünü şəhərə sübut eləmək ki, mən varam, o kənddə var. O kasıb ailələr də var, onların qayğıları da var, onların dünyası var. Mənim şeirlərimin böyük bir hissəsi kəndlərin həyat tərzidir, adət-ənənədir. Ondan sonra biçin nəğməsidir, qocalar payızda toxum əkərdi, xırman, nə bilim nə. Bunlardır. Şey var. Çünki sanki o bir ayrı dünyadır. Onu gizli saxlayırlar ya onu dünya görmür. Amma onu görmək, onu göstərmək və oradan, o dağların arasından gəlib özünü bu kosmopolit, öz dilində danışmaq istəməyən, ondan sonra özünə ayrı gözlə baxan, nə tarixini düz öyrənmək istəyən, nə varlığını düz öyrənmək istəyən, Moskvanın verdiyi bir göstərişlə tarixini də yanlış yazan, başqalarına bağlayan, ondan sonra mədəniyyətinə də xor baxan bir nihilist şəhərdə özünü kəndin və bu millətin bir parçası olaraq sübut eləmək. Bu daimi sənin qabağında sanki bir adam var, sən ona hesabat verirsən. Atandır, anandır, sənin o dağlarındır, sənin müəllimindir, sənin yediyin halal çörəkdir. Sən ömrünü ona doğru qurursan. Ona doğru qurursan ki, onlar havaya getməyib, yəni sən onu itirməmsən. Budur, məncə adamı kökləyən şeylərdən biri budur. Başqa şey deyə bilmərəm. Daxili inam var. Daxili inam var. O olmasa insan yaşaya bilməz şübhəsiz. Onda özünüzlə aranız çox yaxşıdır. Təbii özümü tanıyıram. Və mən deyə bilmərəm özümdən çox razıyam. Bəxtiyar Vahabzadənin sözü olmasın. Allahın dünyasını sevdik doyunca bir ömür də gərək Allahı sevək. Allahın dünyasını sevmək, yəni həyat eşqi, dostlarla görüşmək, təbiətə aşiqlik, gününü, məsələn, müəyyən, indi fikirləşirəm, müəyyən oyunlar, əyləncələr, hər şeyin dalınca getmək, bugün bir futbol yarışıdır, bugün başqa bir şeydir falan. Nə qədər ömrümüzün çox böyük hissəsini indi fikirləşirəm, bu həyat sevgisi alıb əlimizdən. Cavanlıqda bəlkə də elə xanımlara da sərf elədiyimiz vaxtlar olub, falan da olub. Bunlar hamısı vaxtı da gedib. İndi vaxt adamı sıxanda, limit azalanda birdən adamın o şeylərin bir hissəsini, ipi geri, yumağı geriyə sarmaq istəyirsən ki, bəzi şeyləri qoruyub saxlayasan, saxlayaydın ki, bugün üçün olmayıb. Ona görə də deyə bilmərəm özüm. O yumaqda nəyə qoruyub saxlamaq istəyərdiniz?
o bağı bugünkü ağlımla çözələyərdim. Yəni bugünkü ağlımla, bugünkü düşüncələrimi yazmaq üçün. Yəni mənim bu dediyim sözlərin arxasında dayanan daha çox yaradıcılıqla bağlı məsələlərdir. Yəni o vaxtın hər birində oturub, o itirdiyim vaxtların hər birini mən bugün bir ədəbi məhsul olaraq daha ciddi şeylər kimi ortaya qoya bilərdim. Təəssüf ki, o yoxdur da, o vaxt gedib. Yaradıcılığınızdan bir bənd səsləndirmək istəyərdim. Könlümdə əbədi gəncliyin odur. Bəs həsrət deyərək çağlayan nədir? Yoxsansa yoxluğun sevgisi olmaz. Varsansa bəs yolu bağlayan nədir? O sualın cavabını özüm də bilmirdim. Yolu bağlayan nədir? Bilmirdim, bilmirəm əslində. Yəni, insan doğrudan da bütün ömrü boyu içində bir əbədi gənclik eşqi var. Gənclik eşqi. Bu, xüsusən ədəbiyyat adamları üçün, yaradıcı adamlar üçün bu çox üzdə olan bir məsələdir. Çünki xoşbəxtlik, yaradıcı adamın xoşbəxtliyi o işləyəndədir. Onun xoşbəxtliyi sevdiyi bir işlə məşğul olmaqdır və o işdə uğur qazanmaqdır. Buna görə əbədi gəncliyin o sönməyib şükür. Və bir şey də var ki, şəklin dəyişir, biri dünyəvi sevgi deyir, biri ilahi sevgi deyir. Amma bir məsələ var ki, insan ölənə kimi sevir. İnsan ölənə kimi sevir. Neçə dəfə sevir? Dəfə yoxdur. O sevgi ardıcıl, əbədi bir prosesdir. Bir insan, yəni sevgi deyiləndə sən o dəqiqə onu sevirirsən, neçə qız sevir, yox, o deyil. Yəni insan sevir, təbiəti sevir, dünyanı sevir, vətənini sevir, ondan sonra yəni kiməsə də aşiq da ola bilir filan, bunlar və o demək deyil ki, amma həmişə də o yol açıq deyil, həmişə o sevgiyə çata bilməzsən, həmişə o sənin üstünə qayıtmır, həmişə onun cavabı yoxdur. Ona görə bu şeir yazılıb. Amma əsas odur ki, sən sevgini qoruyub saxlayasan. Sevgi qutaran gün insanın ömrü qutarır. Bəs bu sevgi əgər qıza sevgidirsə? Bir dəstə sənin davamçıların gəlir bu dünyaya deyək ki, mənim bir dəstə Rüstəm xanlı var, nəvə, nəticə filan. Qıza sevginin davamı odur da. O sevgi, sonra ailə sevgisi, sonra uşaqların sevgisi, sonra ocaq sevgisi. Yəni sevgi bitmir, tükənmir. Nə yaxşı ki, sən yəni gələk sevginin bir fəlsəfi şeyini, o ayrı bir məsələdir, amma insan öz sevgisinin bir haldan başqa hala dönməsini, çevrilməsini sakit və müdrik qəbul eləməlidir. Məsələn, dünən bir aşiq kimi sevirdin bir qızı, bugün bir həyat yoldaşı kimi sevirsən, sabah bir nənə kimi sevirsən, o bugün nəvələrinin anası kimi sevirsən və yaxud sonra sənin işinin bəlkə də sənə kömək olan bir qanat kimi sevirsən, qoşa qanat kimi. Yəni insan ömrü bu cürdür. Amma siz də bilirsiniz ki, zalım dünya sevənlərə nəsib baxır. Ona görə elədir həmişə, güya sevənlər sevmək, yəni istədiyin kimi o yol elə sənin istədiyin kimi açıq olsaydı, rahat geçsəydi, o təbii ki şey olmazdı. Orada da zalim dünya, bilirsən ki, zalim dünya sevənlərə nəsib baxır. Səni məndən ayırmaq. Yox, o belədir. Səni məndən almaq üçün darıxır. Başqası da var. Səni məndən alan dünya bir də geri verər. Elə odur da. Bir də geri verər. Onlar çox gənclik şeirlərdir. Gənclik amma unudulmur axı. Unudulmur, amma şeirləri bəzən gəncliyin o duyğuları artıq başqa şəkildə ifadə olunur. Bugün ifadə eləsəz? Bugün ifadə eləsəm, bu da bir yoldur nəsə, boy adından kəsə,
daha sevilmirəmsə ölümə nə qaldı ki? İnsan sevilmədiyi gün artıq onun ölümü başlayır. Biz heç vaxt ürəyimiz istədiyi kimi yaşamırıq. Biz sadəcə ümid edirik ki, bir gün ürəyimiz istədiyi kimi yaşayacağıq. Siz necə yaşamaq istəmişdiniz? İnsan ürəyi belə də, insan ürəyinin arzularının hüdudu yoxdur, çox şeylər istəyə bilər. Amma mən uşaqlıqda bir niyyətim vardı ki, düzdür, mən əvvəl riyaziyyatçı olmaq istəyirdim. Sonra pozuldu bu məsələ. Mən kasıb atamın, anamın ümidlərini doğrultmaq və sübut eləmək ki, o dağlardan da şeir yazmaq olur, o insanların da taleyini yazmaq olur. O insanlar onunla bağlı mənim təkcə şeir deyil, nəsr əsərlərim də var filan. Bu mənada mən elə gəldiyim yol mənim istədiyim yoldur. Yəni öz istəyimin əleyhinə başqa bir yol getmir. Bəlkə daha çox şey ola bilərdi. Bəlkə deyək ki, nələrsə şübhəsiz insan ömrü çatmır, bütün istədiklərini eləsin. Amma indiyə kimi elədiklərim elə ürəyimdən olan işlərdir. Amma yolun enişi də var, yoxuşu da var. Biz tarixi adamlarıq. Yəni biz heç başqa nəsillərlə müqayisə eləmək olmaz. Mən o cəhətdən özümü çox xoşbəxt adam hesab edirəm. Mən 2000 ilin ortasında yaşamışam, qovşağında yaşamışam. 200 ilin qovşağında yaşamışam. Bir şər imperiyasının dağılıb, müstəqil bir dövlətin qurulduğu dövrdə yaşamışam. Və o şər imperiyasının dağılmağında birbaşa iştirak eləmişəm. 1 milyon insan, meydan, mənim millətim, həmin o kənddən gələn uşaq, o 1 milyon insanın qarşısında durub, heç kim o milyon insan qəbul eləmir, eşitmək istəmir. Ondan sonra səs-küy qaldırır, onları fitə basır, geri yola salır. Amma səni dinləyir, sənə qulaq asır, inanır sənə. Sənin bir kitabın qızlara heç kim verilir. Yəni bu bir ömrün uğurlu bir nəticəsidir. O vaxt mən fikirləşirəm ki, insan bəlkə də elə o illərdə ölüb getməlidir ki, sonra cəmiyyətin bir çox şeyləri var. Qaranlıq tərəfləri onu görməyir. Böhtanlar, yalanlar. Ondan sonra xalq səni sevir, deputat seçilirsən, buna da bir ad qoyurlar. Ondan sonra sözünü deyirsən, buna da bir ad qoyurlar. Cəmiyyət çox mürəkkəbdir. Və təəssüf ki, cəmiyyətimizdə həddindən artıq deməli qarayaxma, böhtan, ondan sonra bir-birini bəyənməmək, belə xəstəliklər var. Bu adamı ağrıdır. Hərdən fikirləşirdim ki, kaş mən onu görməyirdim. Mənim bir şeirim vardı ki, bu mənim xalqım deyil. Hərdən fikirləşirəm, budur, mənim uğrunda bütün həyatımdan keçməyə hazır olduğum. Ağacda belə bu saralmış yarpaqlar, bu qurulmuş budaqlar filanlar, sonra fikirləşirəm, yox. Bu ümiddən düşmə olmaz. O yarpaq sağalmamı gövdə mənim millətimin gövdəsidir. Gələn yaz təzədən yarpaqlayacaq. Daha gözəl, daha yaşıl, daha güclü. Ona görə şeydir, yəni istədiyimiz və hər şey adam istəyinə uyğun olmur. Amma mən deyirəm, mən hər halda sözümü demişəm, o sözümün dalınca getmişəm. O sözümün ağası olduğumu sübut eləmişəm. Heç kimin yəni həyatında bir mənfizm olmayıb, ancaq adamlara yaxşılıq eləmişəm bu gündə. Bütün ömrüm boyu xeyirxahlıqla, adamlara yaxşılıq eləməklə, kasıb əl tutmaq, nə bilim, gündə, hər gün belə. Belə olub. Ona görə də mən belə o cəhətdən ömrümü itirilmiş bir ömür yox, qazanılmış bir ömür hesab edirəm. Tək özüm üçün yox, həm də millətim üçün. Zaman cəmiyyət harda döndü, niyə döndü? O bir söz var, deyir, xalq üçün ağlayanın gözü kör olur. O qədimdən gəlib görünür, bayaq dedim də o dinlərlə bağlı danışanda bunu yox, dedim. məsələ tək dində deyil axı. Yəni, məsələ insan psixologiyası ola bilər. Yəni insan təəssüf ki, kamilləşmək, insan ağlı artır, daha da ağıldan çox bəlkə də informasiyası artır. Çünki ağıl olan yerdə ağıl gərək bunları idarə eləsin.
ağıl idarə eləsin. Amma bu gün dünya hara gedir? Yapay zəka, süni intellekt, ondan sonra bioloji, genetik gen mühəndisliyi, genləri dəyişmək, bioloji inqilablar, çevrilmələr. Ondan sonra bunlar hamısı bəlkə bizim vərdiş elədiyimiz deyək ki, dünya ayrı bir dünya idi. Amma bu yeni bir dünyaya doğru aparır. İdeologiyası nədir bunun? Onun ideologiyası yoxdur. Onun ideologiyası pul. Bu dünyanın ən böyük dövləti. Ancaq maddiyyat. Sən təsəvvür elə bir ölkənin, bir dövlətin silaha xərclədiyi, Amerikanın silaha xərclədiyi pul 1 trilyon dollardır. 1 trilyon bəlkə də bu dünyanı filan qədər dünya ölkələrini yaşada bilərdi məsələn. Amma başqaları da var. Bütün bunlar hamısı nədir? Yerin sərvəti soyulur, çıxarılır. Bu yer bir kürədir də, bu sonsuz deyil ki. Və o gedir silaha. O silah da insanların bir-birini öldürməsinə, bir-birinə tuşlanıb o silahlar. Onda bu bəşəriyyət haradan gəlib? İbtidai icma quruluşundan gəlib, təzədən ibtidai icma quruluşuna doğru gedir. Belə olanda mən fikirləşirəm ki, doğrudan da dünyada biz yeganə sivilizasiyanın deməli şahidi deyilik. Dünyada görünür çoxlu sivilizasiyalar olub, ibtidadan, sıfırdan başlayıb gəlib, müəyyən bir yerə çatıb və oradan da təzədən özünü məhv edib, qayıdıb o əvvəlki. Özünü sıfırlayır onda. Hə, bu belə, mənə elə gəlir. Kaş ki, belə olmasın. Amma mənim üçün dünyanın belə ən maraqlı o hekayətlərindən biri Sizif haqqında olan hekayədir. Mən bunu bir yerdə də demişəm. Deməli, Yunan əfsanəsində Sizif bir daşı qaldırır, yavaş-yavaş yamacla qaldırır, gətirir zirviyə. Lap zirviyə çatanda daş bunun əlindən çıxır, gedir, düşür təzədən o dərənin dibinə. Gedir oradan, bunun taleyi elədi. Bunun ölümü yoxdur, bunun başlanğıcı sonu yoxdur. Sizif yenə gedir, o hökm belədir. O gedir, o daşı yenə yumalaya zorla qaldırır, o zirviyə qoymaq istəyəndə yenə daş qayıdır ora. Bəşəriyyət bu yol keçir bu gün. Gətirir bir yerə çıxardır, ondan sonra təzədən vurub məhv eləyir bir-birini. Yəni baxıram Ukrayna ilə Rusiyada, o şəhərlər niyə dağılmalıdır? İnsan əli ilə qurulur. O insanlar niyə öldürülməlidir? Yaxud Qəzzada baş verən, elə İsrailin, mən biraz başqa baxıram, İsrailin də orada yaşamaq haqqı var da, gəlir ərəb dünyasından dil tapıb yaşasınlar da. Niyə bu mümkün deyil? Ona görə bir şəhər var da, Yerusəlim, Qüds bir şəhər. Bu şəhər dinlərin, üç dinin vətənidir. Xristianlığın, sonra Yahudiliyin və bir də İslamın. Bu üç dinin nümayəndələri, böyükləri, kiçikləri yığışıb bu şəhəri dünyanın paytaxtı eləyə bilərlər. Dünyanın ən gözəl muzeyi, dünyanın belə çiçək kimi. Bir hamı gəlsin ora, baxsın, öz keçmişi ilə qurur. Amma buranı eləyiblər tartışma meydanı. İnsan hansı ağıldan onda danışmaq olar? Ağıl, dahilərin çox vaxt gördüyü işlər insanı irəli aparmaqdansa geriyə aparır. Deməli, dahi deyirlər. O mənada şərqin fəlsəfəsi, əvvəldən də vəhdəti vücud, insanın ilahiyə yaxınlaşmaq istəyi, mən haqqam, mən haqqın bir parçasıyam, mən ilahinin bir parçasıyam. Mən ruhumu yüksəltməliyəm, ruhumu təmiz saxlamalıyam. Mən yəni insanın böyüklüyünü qorumalıyam. Belə bir bu fəlsəfə orta yüzillər Nəsimi dövründə, dünya qan içində, çarpışmalar, müharibələr, birdən Nəsimi deyir ki, mən haqqam, mən ilahinin bir zərrəsiyəm. Bu şərqin müdrikliyi bu cəhətdən son möhtəşəmdir. Onun yəni dəyərini, qədrini, dünyanın bunu dərk eləməsi təəssüf ki, dərk eləmir ya dərk eləmək istəmir. Bugün şərq ikinci bir Füzuli yetişdirəcək. Füzuli yetişdirməyəcək, amma böyük şair yetişdirəcək. Yəni, heç kimi təkrar eləmir. Nizami ayrı bir dünyadır. Möhtəşəm bir dünyadır. Nizami bütün
elə bil ki, dünyanın insanlığın bütün problemlərini o 5 poemadan keçirdi. Onun müdrikliyin, onun sevgisini, onun qəhrəmanlığını, onun deyək ki, yəni gözəlliklərini, hamısını. Füzuli ayrı bir dünyadır. Füzuli ruhun bir şeydir, ruhun rəssamıdır. Nəsmi tamam ayrıdır. Hərəsinin öz yeri var. Onlar təkrar olunmazdı, amma təbii ki, böyük şairlər yenə yetişəcək. İnsanlıq var olduqca. Mən köhnə Şumer əfsanələrini, Şumer nəğmələrini oxuyursan, yaxud 10-cu əsr Yapon lirikasını, Yapon sevgi şeirlərini. Elə bil dünən yazılıb. Elə bil dünən yazılıb. Elə Şumer nəğmələrində elə bugün bizim işlətdiyimiz obrazlara bənzər obrazlar var. Gözəli nə cür yanağın gül çiçəyə oxşuyur, qızıl gülə oxşuyur falan, təxminən dodaqlarında laləyə oxşuyur. Belə-belə görsən 5000 il keçir, insan yenə o cür sevir, yenə həmin duyğulardır falan. Yenə illər keçir, yenə insan sevgisi ilə yazılan böyük ədəbiyyat yaranacaq. İnsanın kamilliyini istəyən böyük ədəbiyyat yaranacaq. Sonra dünyadakı cəhaləti və geriliyi tənqid edən, insanların təbiətindəki, içindəki şeytanı tənqid edən ədəbiyyat yaranacaq, böyük ədəbiyyat. Amma bunlar adını çəkdiyimiz böyük dahilərimiz olmayacaq. Mənim bir kitabım var, Şair və Şər, Məhəmməd Hadi Əsroğlu. Şairlər və görünür bütün insanlar elə ömrü bu şərlə mübarizə içindədirlər. Şərlə? Şər. Onda həyat özü xeyir və şərin davasıdır. O təbii var ki, o xeyir və şər dini anlamda deyil, amma təəssüf ki, şər və şeytan insandan əl çəkmir heç vaxt. Həyat nəsihəti nə verərsiniz? Çətindir. Birinci öz torpaqlarını, vətənlərini, yəni millətlərini sevsinlər. İkincisi, adam olsunlar. Yəni, adam kimi yaşasınlar. Və üçüncüsü, yorulmadan, yəni tənbəlliyi bilmədən çalışmağı bacarsınlar. İnsan öz həyatını öz zəhmətinə, əlinin zəhməti ilə qurur. Beyninin, ağlının zəhməti ilə, ağlının hesabına qurur. Ona görə bir doğulduğun ləyaqət hissini qorumaq, vətəninin ləyaqətini, öz xalqının və özünün ləyaqətini. İkinci, insana məxsus olan bütün mənəvi keyfiyyətləri qoruyub saxlamaq. Üçüncüsü də çalışmaq, yorulmadan. Çox sağ olun, əziz tamaşaçılar. Təşəkkür edirik sizə də və My Media komandasına təşəkkür edirik. Bütün heyətə və ən böyük təşəkkürü isə Sabir müəllim sizə edirik. Çox sağ olun, bilmirəm. Suallarınıza nə dərəcədə cavab verdim, amma hər halda söhbətimiz bunlara alır. Xoş oldu bizim üçün. Çox maraqlı dialoq oldu. Sağ olun.